Qoç bürcü. Fevral ayının əvvəlindən maksimum yararlanmağa çalışın. Bu zaman peşəkar inkişaf üçün imkanlar açacaq və xüsusilə başqalarının işini təşkil edən və ya inzibati məsələləri həll edənlər üçün əlverişli olacaq. Bəzi qoç bürcləri əməkdaşlıq üçün maraqlı təkliflər alacaq və ən qətiyyətlilər gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq şansına sahib olacaqlar. Pul göydən düşməyəcək və məsuliyyətlər artacaq, amma siz onları idarə etməyi tez bir zamanda öyrənəcəksiniz. Ayın ikinci yarısında işgüzar fəaliyyət nəzərə çarpacaq dərəcədə yavaşlayacaq. Bu, qoç bürcü sahibkarları, xüsusən də kiçik bizneslə məşğul olanlar üçün çətinliklər yarada bilər. Gəlir azala bilər və rəqiblərə mövqe itirmək riski var. Sizi dəstəkləməyə və ilhamlandırmağa, lazım gələrsə sizə kömək etməyə və ya hətta diqqətinizi cəmləməkdə çətinlik çəkdiyiniz vəzifələri tam şəkildə öz üzərinizə götürməyə hazır olan insanların yaxınlığınızda olması faydalıdır. Şəxsi münasibətlər baxımından fevral ayı çətin olacaq. Həmişəkindən daha çox öz hisslərinizi dərindən araşdırmağa, düşüncələrinizi yaxınlarınızla bölüşmədən mürəkkəb məsələlər üzərində düşünməyə meyilli olacaqsınız. Uzaqdan görünən bir görünüş, dəyər verdiyiniz insanlara zərər verə bilər. Onlara daha çox diqqət yetirməyə çalışın. Bu, münasibətlərinizi fayda verəcək. Fevral ayında enerji səviyyəniz olduqca yüksək olacaq. Bu ay həyatınıza tədricən sağlam vərdişlər gətirməyə başlamaq üçün yaxşı bir aydır. Sadəcə həddindən artıq etməyin, əks halda tükənəcəksiniz. Buğa bürcü. Fevralın ilk yarısı gərgin və olduqca yorucu ola bilər. Yalnız bir şeyə diqqət yetirməkdə çətinlik çəkəcəksiniz. Bir neçə şey diqqətinizi tələb edəcək və həyatınızın bütün sahələrindəki hadisələr qaçılmaz ola bilər. Əvvəllər qurduğunuz planlara sadiq qalmaqda çətinlik çəkəcəksiniz və prioritetlərinizi bir dəfədən çox yenidən qiymətləndirməli olacaqsınız. Özünüzü sərt sərhədlərə məcbur etməməyə və biraz daha çevik olmağa çalışın. Bu, həyatınızı daha asanlaşdıracaq və çox enerjiyə qənaət edəcək. Hətta ən enerjili buğa bürcündən olanlar belə, fevral ayının əvvəlində özlərinə qulluq etməli və mümkün olduqda həddindən artıq gərginlikdən çəkinməlidirlər. Bu zaman, xüsusən də adətən sağlamlıqlarına qarşı diqqətsiz olanlar üçün əsli dözümlülük sınağı ola bilər. Unutmayın ki, hətta kiçik xəstəliklərə belə dözülməməlidir və vəziyyətiniz pisləşərsə, dərhal həkimə müraciət edin. Ayın ikinci yarısı daha sakit keçəcək. Buğa bürcünün bir çox nümayəndəsi bu zaman müsbət əhval-ruhiyyədə olacaq. Çünki onlar zəhmətlərinin və səylərinin ilk bəhrəsini görəcəklər. Maddi vəziyyətiniz yaxşılaşa bilər. Əhəmiyyətli pul vəsaitlərinin daxil olmaları və ya tezliklə onların gələcəyi barədə məlumatlar istisna deyil. Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri də nəzərə çarpacaq. Harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək. Qarşılıqlı şikayət və narazılıqlar keçmişdə qalacaq. Əkizlər bürcü. Fevral ayının əvvəlində müxtəlif insanlardan, həm köhnə tanışlarınızdan, həm də bu yaxınlarda tanış olduğunuz insanlardan çoxlu kömək alacaqsınız. Bu komanda işi, əməkdaşlığa başlamaq və ya uzun müddətli işgüzar əlaqələri gücləndirmək üçün əlverişli zamandır. Həmçinin uzun müddətli ailə münasibətlərini düzəltmək üçün də əlverişli zamandır. Ortaq maraqlar sizi uzun müddətli anlaşılmaz, həddindən artıq təmkinli və ya təkəbbürlü görünən insanlarla əlaqələndirəcək. İş yerində də daxil olmaqla yeni romantik maraqlar mümkündür. Sosial həyatınız əvvəlkindən daha aktiv olacaq. Maraqlı tədbirlərdə iştirak edə, qeyri-adi insanlarla ünsiyyət qura və yeni təcrübələr qazana biləcəksiniz. Bununla belə, sağalmaq üçün kifayət qədər vaxtınızın olduğundan əmin olmaq vacibdir. İşlərinizin öhdəsindən gəlməyə tələsdiyiniz üçün istirahəti tamamilə unuda bilərsiniz ki, bu da yuxusuzluğa, xroniki xəstəliklərin kəskinləşməsinə və baş ağrılarına səbəb ola bilər. Ayın ikinci yarısı diqqət tələb edən sakit fəaliyyətlər üçün daha uyğundur. Bu, təhsil almağa və ya yaradıcı işlərlə məşğul olmağa, mürəkkəb layihələr planlaşdırmağa
və ya vacib işgüzar danışıqlar aparmağa başlamaq üçün əlverişli zamandır. Həmçinin ailə məsələlərinə də diqqət yetirə bilərsiniz. Çünki iti intuisiyanız çox vaxt yaxınlarınızın fikirlərini dərhal anlamağınıza imkan verəcək. Rifahınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Güc artımı hiss edəcək və enerjinizi konstruktiv bir istiqamətə yönəldəcəksiniz. Xərçəng bürcü. Çətinliklərdən tamamilə qaçınmaq mümkün olmasa da, fevral ayında müsbət tendensiyalar üstünlük təşkil edəcək. Bu, xüsusilə biznes sahəsində güclü olacaq. Peşəkar inkişaf üçün imkanlar açılacaq. Bununla belə, diqqətinizi cəmləməli, vacib addımları vaxtında atmalı və özünüzü ən yaxşı şəkildə təqdim etməlisiniz. Bəzi xərçənglər olduqca aqressiv davranmalı olacaqlar. Çünki bu olmadan rəqiblərini üstələyə bilməyəcəklər. Keçmişdə qazanılan təcrübə çox vacib olacaq. Qazandığınız qələbələri və qürur duyduğunuz uğurları xatırlamada çalışın. Bu, özünüzə inamınızı artıracaq və irəliləmək xeyli asanlaşacaq. Fevral ayının maliyyə proqnozları orta dərəcədə əlverişli kimi təsvir edilə bilər. Göydən pul yağmayacaq, amma gəlirinizi biraz artırmaq və ya bir neçə sərfəli sövdələşmə bağlamaq üçün bir yol tapa bilərsiniz. Ən çox ehtiyac duyduğunuz anda dostlarınızdan və digər yaxınlarınızdan dəstək alacaqsınız. Amma ümumilikdə fevral ayında problemlərinizlə tək qalmayacaqsınız və ya sadəcə çox az diqqət alacaqsınız. Bir qədər məyus edici ola biləcək şey romantik münasibətlərin olmamasıdır. Şərtlər imkan verərsə, gündəlik işlərdən daha çox vaxt ayırmağa və hələ də həll edilməli olan problemlər üzərində düşünmədən sevdiyiniz insanla vaxt keçirməyə çalışın. Ay ərzində sağlamlığınız yaxşı olacaq. Yetkin xərçənglər fevral ayının ortalarında iş yükünü bir qədər azaltmalıdırlar, lakin ciddi sağlamlıq problemləri yaranması ehtimalı azdır. Şir bürcü. Çox şeyə nail olmalısınız. Fevral ayında bir-birinin ardınca bir işi görməli olacaqsınız. İstirahət və dincəlməyə az vaxt qalacaq. Peşəkar uğur sevinç gətirəcək. Xüsusən də səyləriniz üçün maddi mükafatların çox gözləmədiyini nəzərə alsaq. Biznes şəbəkəniz xeyli genişlənəcək və tezliklə müttəfiqiniz ola biləcək insanlarla tanış olacaqsınız. Şir bürcündən olan iş adamları üçün fevralın ikinci yarısı böyüməyə səbəb ola bilər. Hələ çox sürətli olmasa da sabit. İşlə məşğul olanlar isə karyera pilləkənlərində yüksəlmə imkanı əldə edəcəklər. Şəxsi münasibətlər çətin ola bilər. Bəzi şirlər öz hisslərinə şübhə etməyə başlayacaq və düzgün qərarlar verib vermədiklərini düşünəcəklər. Bu şübhələrin hərəkətlərinizə təsir etməsinə imkan verməmək vacibdir. Həqiqətən də çox şey dəyişə bilərsiniz. Amma bunu hər addımın nəticələrini aydın şəkildə anlayaraq şüurlu şəkildə etməlisiniz. Bu, vaxt tələb edir. Buna görə də özünüzə vaxt verin. Fevral ayında iş yükünün artması səbəbindən istirahət üçün az vaxt olacaq. Təəssüf ki, bu, sağlamlığın ümumi pisləşməsinə və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hər halda özünü müalicə etməmək daha yaxşıdır. Həkimə müraciət edin. Bu, daha tez sağalmağınıza kömək edəcək. Qız bürcün fevral ayını qəti şəkildə qiymətləndirmək çətindir. Enerjiniz yüksək olacaq. Buna görə də həyatınızın bütün sahələrində proaktiv ola bilərsiniz. Bununla belə, işləri çox tələsdirməmək və rahat bir ritm tapmaq vacibdir. Ağıllı davransanız, mövqeyinizi əhəmiyyətli dərəcədə gücləndirə və müsbət dəyişikliklərə nail ola bilərsiniz. Şəxsi münasibətlərdən başlamağa dəyər. Fevralın əvvəlində burada bəzi vacib hadisələr mümkündür. Məsələn, yeni tanışlıqlara açıq olan qız bürcləri taley yüklü görüşlər gözləyə bilərlər. Artıq romantik münasibətdə olan bəzi qız bürcləri birlikdə həyata başlamaq və ya evlənmək vaxtının gəldiyini hiss edəcəklər. Son zamanlar münasibətlərinin gedişatından narazı olanlar bunun həqiqətən xilas etməyə dəyər olub olmadığını başa düşəcək və qərar verdikdən sonra özlərini daha inamlı və sərbəst hiss edəcəklər. Fevralın ikinci yarısında diqqətiniz işə
və ümumiyyətlə biznesə yönələcək. Burada çoxdan gözlədiyiniz bir şey baş verə bilər. Məsələn, köhnə müdirinizin yerinə sizi dərhal qiymətləndirəcək yeni bir müdirin gəlməsi mümkündür. Gəliriniz arta bilər, xüsusən də biznesdə olan qızlar üçün. Bu qızlar daha çox işləsələr də, yalnız həqiqətən ümidverici layihələr həyata keçirəcəklər. Sağlamlıq baxımından bütün ay əlverişli olacaq. Nə olursa olsun, özünüzü laqeyd qoymayacaqsınız. Münasib bir cədvələ riayət etməyə çalışacaqsınız. Və sağlam həyat tərzi sürəcəksiniz. Bu, hər hansı bir xəstəlikdən qaçınmanıza kömək edəcək. Tərəzi bürcü. İntuisiyanıza qulaq asın. Bu fevral ayında sizə düzgün yolu göstərəcək. Bu xüsusilə son zamanlar biraz çaşqınlıq içində olan, qərarlarının müdrikliyinə şübhə edənlər üçün ən asan ay deyil. Bu tərəzilər hədəflər qoya biləcəklər, amma dərhal onlara nail ola biləcəklərinə inanmayacaqlar. Bu istiqamətdə ilk addımları heç kimlə məsləhətləşmədən və ya dəstək gözləmədən öz riskinizlə atmalısınız. İlk qələbələrinizi qazandıqdan sonra özünüzü daha inamlı hiss edəcəksiniz və irəliləmək daha asan olacaq. Biznesinizdə dəyişikliklər gözlənilə bilər. Bu hadisələrin nə qədər tez baş verəcəyi sizdən asılı olacaq. Rahat bir temp tapmağa çalışın və qərarlarınızı nəzərdən keçirmək üçün kifayət qədər vaxtınız olduğundan əmin olun. Bu, yalnız peşəkar həyatınıza deyil, həm də maliyyənizə də aiddir. Mövcud resurslarınızı ağıllı şəkildə idarə edə və daha çox qazanmağın yollarını tapa biləcəksiniz. Bununla belə, fəaliyyət planı hazırlamaq biraz vaxt aparacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək və xoşagəlməz sürprizlərdən qorxmağa ehtiyac yoxdur. Fevral ayı köhnə əlaqələri yenidən canlandırmaq üçün əlverişli aydır. Hissləriniz soyumayıbsa, onlara başqa bir şans verə bilərsiniz. Lakin sizə çox sevinç gətirəcək, tamamilə yeni bir münasibətin başlanğıcı da mümkündür. İdman və ya fiziki əməklə aktiv məşğul olan tərəzilər, fevral ayında kiçik, lakin xoşagəlməz xəsarətlərin olma ehtimalının adi haldan bir qədər yüksək ola biləcəyini nəzərə almalıdırlar. Buna görə də təhlükəsizlik tədbirlərini unutmayın. Əqrəb bürcü. Ciddi olmağınız məsləhətdir. Çünki fevral ayı çətin ola bilər. Bu ay dəyərli təcrübə və faydalı məlumatlar qazanacaq. Dəfələrlə faydalı olacaq şeylər öyrənəcəksiniz. Lakin çətinliklərin öhdəsindən gəlmək, xüsusən də yalnız özünə güvənməyə öyrəşmiş əqrəblər üçün asan olmayacaq. Təkcə səylərinizin kifayət etməyəcəyi və köməyə və dəstəyə ehtiyac duyacağınız vəziyyətlər yarana bilər. Və sonra kimə müraciət edəcəyinizə, nə istəyəcəyinizə və qarşılığında nə təklif edəcəyinizə qərar verməli olacaqsınız. Yeni tanışlarla ünsiyyət, tanış şeylərə yeni bir baxış bucağından baxmağınıza, işə, maliyyəyə və bəlkə də ümumiyyətlə həyata yanaşmanızı yenidən düşünməyinizə kömək edəcək. Bu, hətta bu yaxınlara qədər bu dünyanı tamamilə aydın şəkildə anlayan yetkin əqrəblərə də aiddir. Öyrənməyə hazır olanlar peşəkar uğur gözləyə bilərlər. Üstəlik, mentorlarınızın daha gənc, məhdud təcrübəyə malik və hələ öz peşələrini öyrənmək şansı olmayan şəxslər olması ehtimalı çox yüksəkdir. Lakin onların paylaşdığı biliklər çox faydalı olacaq. Şəxsi münasibətlər, xüsusən də partnyorlarına tamamilə etibar etməyə və qeyd-şərtsiz dəstək almağa öyrəşmiş əqrəblər üçün çətin olacaq. Sevdiyiniz insanın diqqət və qayğınızdan məhrum olduğunu görə bilərsiniz. Hər kəs bu kimi məsələləri incə şəkildə müzakirə edə bilmir. Ona görə də ünsiyyətdə gərginliklər mümkündür. Fevral ayında sağlamlığınız qeyri-sabit ola bilər. Yüngül soyuq dəymə və xroniki ürək-damar xəstəlikləri yenidən ortaya çıxa bilər. Səhhətiniz üçün ciddi bir təhlükə yoxdur. Amma özünüzə qulluq etməsəniz, fevral ayının sonuna qədər enerjiniz tükənəcək. Oğatan bürcü. Fevral ayı sözün geniş mənasında öyrənmə ayıdır. Masanıza qayıdıb özünüzü elmin qranitində bastırmağı planlaşdırmasanız belə, fevral ayının gətirdiyi təcrübələr çox vacib olacaq. Bu təkcə yeni biliklər qazanmaq deyil, həm də əvvəllər olduqca çətin və ya maraqsız görünən şeyləri
anlamaq istəyinizdən qaynaqlanan həqiqətən dərin bir dəyişiklik deməkdir. İşə münasibətiniz dəyişə bilər. Mütləq tələb olunmasa belə, onu daha ciddi qəbul edəcək. İnkişaf etmək üçün fürsətlər axtaracaqsınız. Qeyd etmək lazımdır ki, başqaları problem həllinə yeni yanaşmanızı dərhal qiymətləndirməyəcəklər. Bəziləri sizi sadəcə biznesin maraqları ilə idarə olunmaqdansa, hiyləgər bir oyun oynayan biri kimi qəbul edə bilər. Həmkarlar və rəhbərliklə münasibətlər daha mürəkkəbləşəcək və hər kəs sizin ümumi maraqlara həqiqətən qayğı göstərdiyinizə əmin olduqda, işlər yalnız fevral ayının sonuna qədər daha aydın olacaq. Ayın ilk yarısında böyük, lazımsız xərclərdən qaçınmaq və ümumiyyətlə daha qənaətçil olmaq ən yaxşısıdır. İkinci yarı maliyyə baxımından əlverişli olacaq. Gözlənilməz pul vəsaitlərinin daxil olması, sərfəli sövdələşmələr və yeni gəlir mənbəyinin yaranması ilə nəticələnə bilər. Fevralın əvvəlində şəxsi münasibətlər gərginləşə bilər. Çünki yaxınlarınız həmişə hərəkətlərinizin səbəblərini başa düşməyəcəklər. Ətraflı izahat verə bilməyəcəksiniz və qeyri-müəyyən cavablar yalnız şübhələrə səbəb olacaq. Lakin ayın ikinci yarısında işlər daha da aydınlaşacaq. Müsbət tendensiyalar güclənəcək, sizi bir çox xoş anlar gözləyir. Oğlaq bürcü. Fevral ayının əvvəlindən bəri yaşadığınız qeyri-ciddilik, işgüzar və şəxsi münasibətlərdə problemlər yarada bilər. Bu, hər hansı bir səhv və ya nəzarətsizlikdən deyil, davranışınızdakı dəyişikliklərdən qaynaqlanacaq və başqalarını çaşdıra bilər. Ciddiliyinizə, təşkilatçılığınıza və nizam-intizamınıza öyrəşmiş insanlar sizin də bəzən diqqətinizi yayındıra, planlarınızı dəyişə və hətta razılaşmaları poza biləcəyinizi əlbəttə ki, haqlı bir səbəbdən öyrənəndə xoşagəlməz bir şəkildə təəccüblənə bilərlər. Tənqid oluna və sonra yenidən düzgün yola qayıtmağa məcbur ola bilərsiniz. Ehtiyatlı olun. Bu xüsusən də ən yaxşı keyfiyyətlərinizdən öz mənfəətləri üçün istifadə etməyə ümid edənlərdən davamlı olacaq. Ayın ortalarında planlarınızı tənzimləyəcək və xüsusilə vacib görünən işləri qətiyyətlə həll edərək yenidən prioritetləşdirəcəksiniz. Bu zaman şəxsi münasibətlərinizdə də əhəmiyyətli dəyişikliklər mümkündür və bunlardan çox məmnun olacaqsınız. Fevral ayı müsbət bir notla başa çatacaq. Nə qədər nail olduğunuzu görəcək və həqiqətən sizə qayğı göstərən insanlarla birlikdə olduğunuzdan əmin olacaqsınız. Bundan əlavə, fevralın ikinci yarısında maliyyə axını ehtimalı yüksəkdir. Bu, sizə bəzi böyük alış-verişlər etməyə və ya həyatınızı və yaxınlarınızın həyatını çətinləşdirən gündəlik problemləri həll etməyə imkan verəcək. Sağlamlığınıza diqqət yetirin. Fevral ayında həddindən artıq gərginlikdən qaçınmaq və xroniki xəstəliklərə qarşı profilaktik tədbirlər görmək vacibdir. Mütəmadi olaraq həkimə müraciət edirsinizsə, onun bütün tövsiyələrinə əməl edin. Dolça bürcü. Fevral ayının ilk yarısında qeyri-adi hadisələr baş verəcək. Bunlar çox güman ki, sizin üçün xüsusilə vacib olan bir sahəyə təsir edəcək. Məsələn, peşəkar inkişafa can atan Dolça bürcünün nümayəndələri karyera pilləkənində yüksəlmək imkanı əldə edəcəklər. Lakin bunun bir gecədə baş verməsi ehtimalı azdır. Ardıcıl, addım-addım hərəkət etməyə hazır olun. Bu, səbir tələb edəcək, amma vaxt boşa getməyəcək. Ailə həyatına və ya şəxsi münasibətlərdə harmoniyaya üstünlük verən bu bürc nümayəndələri özlərini daha xoşbəxt hiss etmək üçün nəyin dəyişdirilməli olduğunu başa düşəcək və bu istiqamətdə irəliləməyə başlayacaqlar. Burada da tələsməyə ehtiyac yoxdur. Ayın ikinci yarısı isə əksinə sabitlik, proqnozlaşdırıla bilənlik və bəzi köhnə planlara qayıtmaq imkanı gətirəcək. Dolça bürcləri uzun müddətdir planlaşdırdıqları layihələri həyata keçirməyə başlayacaqlar və bunu tək başına etməyəcəklər. Yeni ittifaqların peşəkar, yaradıcı, dost və ya romantik yaranması ehtimalı yüksəkdir. Kənardan baxanlar üçün müəyyən bir insanla yaxınlaşmağınıza nəyin səbəb olduğu həmişə aydın olmayacaq. Amma başqalarının məsləhətinə deyil, öz intuisiyanıza qulaq asacaqsınız. Bu səhv olmayacaq.
Planlaşdırılmamış xərclər ehtimalı var. Onlar nisbətən kiçik olacaq. Amma yenə də onları ağıllı idarə edib etmədiyiniz və həddindən artıq xərcləyib xərcləmədiyiniz barədə narahat olacaqsınız. Narahat olmayın. Ümumilikdə proqnoz əlverişlidir və ayın sonunda gəlir əldə etmək mümkündür. Ona görə də iflas etməyiniz ehtimalı azdır. Fevral ayı sağlamlıq baxımından da əlverişli olacaq. Xüsusən də özünüzə qulluq etsəniz, bədəninizin gücünü sınamasanız və daha aktiv həyat tərzi sürməyə çalışsanız. Balıqlar bürcü. Özünüz də daxil olmaqla bir çoxlarını təəccübləndirəcəksiniz. Fevral ayı enerji səviyyənizin xüsusilə yüksək olacağı bir dövrdür. Sadəcə axına uyğun getmək istəməyəcəksiniz. Əvvəllər qaçdığınız yerlərdə məsuliyyəti öz üzərinizə götürərək daha proaktiv olacaqsınız. Bu, hər şeyin rahat keçəcəyi demək deyil. Məqsədlərinizə çatmaq üçün səy göstərməli olacaqsınız. Amma buna dəyər. Yaxşılığa doğru dramatik dəyişikliklərə nail olmaq şansı var. Peşəkar mövqelərinizi gücləndirmək, ən yaxşı tərəflərinizi göstərmək və nüfuzunuzu artırmaq fürsətini qaçırmayın. Fevral ayı xüsusilə karyera pilləkənlərində yüksələn və ya iş yerlərini dəyişdirən balıqlar üçün əlverişli olacaq. Bu balıqlar yeni bir komandaya uyğunlaşacaq, məsuliyyətlərimin öhdəsindən gələcək və ilk vacib qələbələrini qazanacaqlar. Amma digərləri də yaxşı işlər görəcəklər. Gəlirinizin artması mümkündür. Bu, iş yükünün artması ilə bağlı ola bilər. Yeni səviyyəyə tez uyğunlaşacaq və pulunuzu həm özünüzə, həm də yaxınlarınıza fayda verəcək şəkildə idarə edəcəksiniz. Şəxsi münasibətlərinizdə dəyişikliklər ehtimalı yüksəkdir. Bunlar çox güman ki, qərarlarınızın və hərəkətlərinizin birbaşa nəticəsi olacaq və siz buna tam hazır olacaqsınız. Bəzi balıqlar özlərini daha yetkin və yetkin hiss edəcək və sevdikləri insanla gələcək üçün planlar quracaqlar. Lakin bu bürcün nümayəndələri üçün qeyri-ciddilik və güclü emosiyaların ardınca getmək tipik deyil. Ona görə də hər hansı bir ölümcül səhv ehtimalı azdır. Sağlamlıq baxımından özünüzə yaxşı baxsanız, fevral ayı əlverişli olacaq. Bu ay sərt pəhrizə başlamaq, əlbəttə ki, həkim tövsiyə etmədiyi təqdirdə və ya həyat tərzinizi birdən daha aktiv bir pəhrizə dəyişdirmək üçün vaxt deyil. Daha sağlam bir pəhrizə və rejimə keçə bilərsiniz. Amma bunu tədricən etmək yaxşıdır.